Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğanın Nazirlər Kabinetində ciddi kadr islahatları aparacağı iddia olunur. Gazeta Pəncərənin yaydığı məlumata görə Sənaye və Texnologiyalar Naziri Mehmet Fatih Kacır vəzifəsini itirə bilər. Buna səbəb Çinin avtomobil nəhəngi BYD şirkətinin Manisada planlaşdırdığı 1 milyard dollarlıq nəhəng zavod layihəsini dayandırmasıdır. İddialara görə Kacırı Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Gürgün əvəzləyəcək. Digər bir mühüm dəyişiklik isə Ekologiya Naziri Murad Kurumun Nəqliyyat və İnfrastruktur Nazirliyinə gətirilmə ehtimalıdır. Bu yer dəyişmə Erdoğanın böyük əhəmiyyət verdiyi 20 milyard dollarlıq İstanbul kanalı layihəsinin icrası ilə əlaqələndirilir. Həmçinin Ticarət Naziri Ömər Bolat və Gənclər və İdman Naziri Osman Aşkın Bakının da yola salınacaq rəsmilər arasında olduğu bildirilir. Digər bir hökumət böhranı isə qonşu Ermənistanda yaşanır. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın qəfil vəzifəsindən azad edilməsi İrəvanda daxili vəziyyəti xeyli gərginləşdirib. Jogovurt qəzetinin yazdığına görə Qriqoryan hakimiyyətdən qəzəbli və incik ayrılıb. Baş nazir Nikol Paşinyan onu komandada saxlamaq üçün baş məsləhətçi postunu təklif etsə də, Qriqoryan bu təklifi qəti şəkildə rədd edib. Paşinyan hakim komandanın etirazlarına baxmayaraq bu qərarından dönməyib və onun yerinə parlamentin keçmiş sədri Alen Simonyanı təyin edib. İnqilab vaxtı Paşinyanın yanında olan Qriqoryanın bu şəkildə uzaqlaşdırılması hakim partiya daxilində uzun müddət davam edəcək ciddi çəkişmələrin önünü açıb. Regional proseslərlə yanaşı qlobal müstəvidə də hərbi və siyasi gərginlik artmaqdadır. Böyük Britaniyanın Rusiya tərəfindən öz gəmilərinin ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər resursunun olmadığı üzə çıxıb. The Telegraph qəzetinə danışan Böyük Britaniya hərbi donanmasının admiralı Alan West ordunun daim ixtisarlara məruz qaldığını və kifayət qədər gəmilərinin olmadığını etiraf edib. Londonu xüsusilə Asiya Sakit Okean regionundakı vəziyyət narahat edir. Çünki Rusiyanın Kuril adaları yaxınlığında Varyak krayseri ilə daxil olmaqla böyük hərbi qüvvəsi var. Xatırladaq ki, avqustun 12-sində Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiya gəmilərini ələ keçirmək planlarını quldurluq adlandırmış və buna dünyanın istənilən akvatoriyasında güzgü effekti ilə cavab verəcəyini vəd etmişdi. Dünya siyasətində diqqət çəkən digər bir mühüm yenilik isə ABŞ-dəndir. Noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində Donald Trump və milyarder Elon Musk uzun müddət davam edən mübahisələrə son qoyaraq münasibətlərini düzəldiblər. The Wall Street Journal'ın məlumatına görə Musk Respublikaçılar Partiyasının Konqresə nəzarəti saxlaması və seçici fəallığının artırılması üçün şəxsi büdcəsindən ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır. Trump şəxsi söhbətlərində Muskla heç vaxt bu qədər yaxın olmadığını bildirsə də, hazırda tərəflər ayda bir dəfə əlaqə saxlayır, süni intellekt, Çin və dünyada baş verən son hadisələri aktiv şəkildə müzakirə edirlər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.